Deməli, Azərbaycanda aqrar sahənin monopoliyalaşdırılması prosesi böyük torpaq sahələrinin icra hakimiyyəti başçıları vasitəsilə yerli sakinlərdən bir çox hallarda, əksər hallarda zorla alınmasından başlayır. Sonra isə həmin icra başçılarını həbs etməklə onların sahibliyində olan o cümlədən torpaq sahələri keçir Əliyev ailəsinin sərəncamına. Bunlar da bəzən istifadə edir, bəzən isə uzun müddət istifadəsiz saxlayırlar, amma hər halda xalqın istifadəsinə verilmir. Bununla da yerli sakinlər nə heyvandarlıq, nə tərəvətçiliklə məşğul ola bilmirlər. Yekunda ölkənin heyvandarlıq üzrə ümumi tələbatına qarşı yerli mal çıxarıla bilmirlər. Bundan sonra isə ailə həmin tələbatı idxal heyvanlarla təmin etməyə girişir. Burada başqa mexanizm işə düşür. Tutaq ki, İrandan qoyun almaq lazımdır. Orada qoyunun qiyməti 10 manatdır və 32% gömrük, vergi rüsumları gələndə bu qoyunun mayası artıq 13 manat edir. Və bu zaman həmin qoyunun satış qiymətini indiki 26 manata qaldırmaqla ortadakı ciddi fərqi mətbuat araşdıra bilər və bu halda idxalçı şəxs 2 qat qiymət artımında günahkar sayılacaq. Bunun üçün Əliyev ailəsi İranda bir şirkət yaradır. Həmin şirkət İran bazarından qoyunu 10 manata alır və bu qoyunu İran daxili alqı-satqı kimi bayaqki Azərbaycanlı idxalçıya 20 manata satır. Qiymətləri şərti deyirəm, əlbəttə bu 10 manat rəqəmi sizi aldatmasın. Sonra Azərbaycanlı idxalçı 32% gömrük vergi ödəyəndə artıq həmin qoyunun maya dəyəri 26-27 manata çatır və bundan sonra qoyunu ölkəmizdə hətta 28 manata satsalar da heç kim bir söz deyə bilməyəcək. Ailənin İrandakı aralıq satıcı şirkəti isə həm qoyunun Azərbaycandakı satış qiymətini elə İranda artırır və bu artıma görə böyük qazancından olan iri vergi məbləğini də İranın dövlət büdcəsinə ödəyir. Yəni məqsəd Azərbaycanlıları bütün mümkün yollarla maddi imkan baxımından çöktürməkdir. İndi bəziləri deyə bilər ki, həmin Azərbaycanlı idxalçı niyə görə İran qoyununu müstəqil şəkildə oradakı bazardan 10 manata almır? Məsələ burasındadır ki, həmin qoyunu Azərbaycan sərhəddindən keçirəndə gömrük orqanı həmin qoyunun qida sağlığı barədə sertifikat da tələb edir. Qida Təhlükəsizliyi İdarəsi ilə həmin idxalçı şəxsin İran bazarından aldığı qoyun üçün sertifikatı verməyəcək, yaxud da həmin sertifikata görə idxalçıdan əlavə 10 manat ödəmək tələb ediləcək ki, yenə də qoyunun maya dəyəri avtomatik şəkildə artmış olacaq. Bu hissəni başa düşdüzsə, keçək qoyun və mal ətinin gətirildiyi ölkələrə. Rəsmi statistikaya istinad etsək, Azərbaycan 2025-ci ildə təxminən 90 milyon dollar dəyərində canlı heyvan idxal edib, lakin bu idxalın əsas mənbə ölkələri Rusiya, İran, Gürcüstan, Ukrayna və Yeni Zelandiyadır. Amma xatırlayırsınızsa, ötən il yerli sosial şəbəkələrdə Monqolistandan heyvan ətinin idxalı barədə ciddi narazılıq dalğası vardı. Söhbət də oydu ki, Monqollar həm müsəlman olmadığına görə mal ətinin halallığı tərəddüdlüdür, həm də Monqolistanda qoyunçuluq, keçicilik və maralçılıq daha geniş inkişaf etdirilib deyə mal əti adı altında əsasən qartımış maral əti ixrac edilir. Rəsmi orqanlarda mediaya çıxıb öncə inandırmağa çalışdılar ki, ölkəyə Monqol heyvan əti gətirilməyib. Sonra bəzi sübutlar ortaya çıxandan sonra da dedilər ki, narahatlığa əsas yoxdur, bu ölkənin ət çeşidləri çox az miqdarda bazara çıxıb və onlar qida təhlükəsizliyi testindən keçiblər. Və sosial şəbəkələrdə kütləvi narazılığı sakitləşdirməkdən ötürü indi hakim ailənin biznes səlahiyyətləri həmin Monqol ətlərini artıq birbaşa Monqolistandan deyil, Rusiyada yaradılmış aralıq şirkətlər vasitəsilə Azərbaycana idxal etməyə başladılar. Bununla rəsmi sənəddə Rusiyadan idxal edilən mal ətinin Rusiyadakı satıcısı görünür. Yəni, bayaqki fırıllaq sxemi nəzərə alsaq, ailənin Rusiyadakı şirkəti Monqolistandan 10 manatlıq qoyunu alıb, qiyməti artırdıqdan sonra qoyunu Azərbaycanlı idxalçıya satır və o da qiyməti bahalaşdırılmış qoyunu
Rus qoyunu kimi Azərbaycana gətirir. Amma Azərbaycanın mal, əti, fırıldaqları bununla bitmir. Hər kəs bilir ki, müsəlmanın həcc ziyarəti dövründə və Ramazan ayında ən çox qurbanlar kəsilir. Ərəbistan biznesmenləri həmin qurbanlıq qoyun və keçiləri bir qayda olaraq Afrikanın heyvandarlığı daha çox inkişaf etmiş Somali adlı ölkəsindən ithal edir və ziyarət dövründə bu ətlər kəsilib, qurban payı olaraq yenidən əsasən Afrikanın kasıb ölkələrinə göndərilir. Sadəcə Somalinin quraqlıq və çirkli su hövzələri olan yerdə yerləşdiyinə görə orada heyvandan insana keçən bruselyoz və qızdırma xəstəlik təhlükəsizliyi daha çox rast gəlinir və daim bununla mübarizə tədbirləri aparılır. Bəlkə də bu qida təhlükəsizliyi səbəbindən həcc ziyarəti dövrlərində və Ramazan ayında qurban kəsilən Somali qoyunları sonra Afrikanın kasıb ölkələrinə paylanılır. Burada bir məsələ də var ki, Somalidə heyvandarlığın əsasən qoyun, keçi və dəvə ətindən yetişdirilməsi istiqamətləri daha çox inkişaf etdirilib, amma Cənub kontinentində ən ucuz heyvan əti bu ölkədə qeyd alınır. Burada bayaq qeyd etdiyim sağlıq təhlükəsizliyi amili də rol oynayır. İran mənşəli biznesmen Somali heyvanlarının İran şirkətləri tərəfindən tranzitini qeyd edərkən, bu mal ətinin qonşu ölkəyə, yəni heyvan ətinə ehtiyacı olan Azərbaycana göndərildiyini də vurğulamışdı. Belə çıxır ki, Azərbaycanın heyvan əti üzrə ithal statistikasında İrandan gələn heyvan ətlərinin heç də hamısı İrana məxsus qoyun və malqara əti deyil, məhz sağlıq təhlükəsi şübhəli olan Somali qoyun, keçi və malqarasının ətidir. Hər payız, qış və yaz mövsümlərində ölkədə adi virus xəstəliklərinin hər dəfə yeni çeşidləri də fərqli coğrafi qidaların idxalı səbəbindəndir. Bir halda ki, Əliyev ailəsi Monqol heyvan ətini fırıldaq yolu ilə Rusiyanın heyvan əti kimi ölkəyə idxal edə bilir, deməli, eyni üsuldan istifadə etməklə, yəni Aralıq İran satıcı şirkəti vasitəsilə dəyərini bahalaşdırıb, Somalinin heyvanlarını da Azərbaycanlı insanlara satıb ölkəmizə idxal edirlər. Çox maraqlıdır ki, Azərbaycanda hansısa möcüzəvi sir gücü ilə 33 ildir ki, hakimiyyətdə qalan Əliyev ailəsi bütün iqtisadi sahələri ələ keçirib, istənilən sahədə yalnız Azərbaycan xalqına mümkün olan bütün pislikləri və zərərləri vurmaqdadılar. Bugün regionda bütün qonşu ölkələrlə müqayisədə ən bahalı qoyun və mal əti Azərbaycanda qeydə alınır. Halbuki bu regionun ən kasıb əhalisi olan və ən çox işsizləri olan ölkə də Azərbaycandır. Axı necə olur ki, böyük əksəriyyəti müsəlman olan Azərbaycanlıya halal kəsimi olmayan ən ucuz Monqol mal ətini və ya mətbəx mədəniyyəti dünyada yüksək qiymətləndirilən Azərbaycan xalqına sağlıq təhlükəsi şübhəli olan dünyanın ən ucuz Somali heyvanlarını dəfələrlə baha qiymətə satmaq niyyətinə düşəsən. Bəlkə də Azərbaycanda müstəqil mətbuat araşdırmalarını həyata keçirən jurnalistlər, insanların hüquqlarını qoruyan hüquq müdafiəçiləri, fərdi şikayətləri ilə etiraz edən sıravi fəallar şərlənib həbsxanalara yığılmasaydı, yaxud da ölkənin bütün iqtisadi sahələrində Əliyevin ailə üzvlərinin aşkar monopoliyasının olmasını hamı bilməsəydi, o zaman bu cür ləyaqətsizliyi hansısa tamahkar və ləyaqətsiz alverçinin öz başınalığı kimi dəyərləndirə bilərdik. Amma bütün aşkar reallığı görüb anlayandan sonra bu çirkin niyyətlərin hamısının arxasında Əliyev ailəsinin dayandığına hamımız əminik. Azərbaycan xalqının sərvətlərini, əlindəki pullarını, sahibliyindəki mülkləri hər gün talayan ailə həm də bu xalqın sağlığına ziyan vurmağa və dini etiqadını da aşağılamağa başlayıblar. Bu ailənin etdiyi çirkinliklərlə bağlı istənilən sorğuya onların hansı həyasızlıqla inkar cavabı verəcəklərini isə onların son vaxtlar mediada yayımlanan ardıcıl, axmaq davranışlarına istinadən hər birimiz artıq öncədən müəyyən edə bilirik. Ramazan ayı bütün müsəlmanların ədalət, həmrəylik, birlik ayı sayılır. Bu ayda hər bir müsəlman qardaşının, qonşusunun, həm yerlisinin çətinliklərinə dəstək olmağa çalışır. Bütün müsəlman Azərbaycanlılar azad yaşamaq haqqı şərlənərək pozulmuş müsəlman qardaş bacılarının hüquqlarının müdafiəsində, onların azadlığa buraxılmasında həmrəylik göstərməyə, bu cür həmrəyliyə
dəstək olmağa borcludular. Ramazan, həmrəylik və birlik bayramınız mübarək olsun. İstər Somali qoyunları ilə, istər İran qoyunları ilə.